Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Xəbərimiz var proqramı yenidən efirdədir və bu dəfə də sizlər üçün ən maraqlı və ən aktual mövzuları gündəmə gətirməyə çalışmışıq və sadəcə xəbərləri təqdim etmirik. Bunu bilirsiniz, günümüzün reallıqlarını göstəririk. Və ona görə də sizin səslərinizə biganə qalmamağa çalışırıq, hörmətli tamaşaçılar, və proqramımızın mövzularını da məhz bu çağırışlardan yola çıxaraq formalaşdırırıq. Və qeyd etdiyimiz kimi xəbərimiz var, sizi eşidir və proqramımızın profilinə uyğun müraciətləri işıqlandırmağa çalışır. Bəli, hörmətli tamaşaçılar, diqqətinizi çəkəcək mövzuların seçilməsinə xüsusi diqqət yetirmişik və onları çox keçmədən sizə təbii ki təqdim edəcəyik, lakin ənənələrə sadiq qalaraq proqramımıza anonslarla start verək. Axşam saatlarında artıq depoya gedirəm deyən sürücülər var. Belə olanda vətəndaş nə etsin? Məsuliyyət mənimdir. Qalıbsa mənim günahımdır. İctimai nəqliyyatda itən əşyalar müqəssir kimdir? 1 saat itirməliyik, heç olmasa 1 saat. Bu bir, ikincisi, bunun xəstəsi var, kresloda gedəni var. Cəmi bir piyada keçidi olan Zaqulba prospektindən xəbərimiz var. Son günlərin ən aktual polemikası davam edir. Qaz və işıq ödənişində sabit tarif vətəndaşın cibinə necə təsir edəcək? Qaynar xəttə Yevlaxdan müraciət. Yenidən getmişəm, mənə kağız veriblər ki, 227 manat 39 qəpik borcumuz var. 12 iyun beynəlxalq uşaq əməyinə qarşı mübarizə günüdür. Bu həssas mövzunun studiyada canlı müzakirəsi. Maarifləndirmə yoxsa məsxərə? Yaşlılar dırnaqarası trendləşən süni intellekt videolarından niyə incikdi? Süni intellektdə təyinatına uyğun istifadə etmək lazımdır. Xəzərin yay simvolu ödənişsiz ictimai çimərliklər hansılardır? Ödənişsiz olmağı ən birinci növbədə. Çünki uzaqdan gəlirik. Gündəm, günel həmişə olduğu kimi kifayət qədər maraqlıdır. Amma mən özüm üçün ən prioritet məsələni son günlərin ən aktual polemikası ilə bağlıdır. Onu seçmişəm. Qaz və işıq ödənişlərində sabit tarif məsələsi. Düzdür, dünən xəbərimiz var proqramı çərçivəsində millət vəkili Azər Badamov bir sıra məsələlərə aydınlıq gətirdi. Bugünsə digər və bütün məsələləri təfsilatı ilə biz süjetdən öyrənə bilərik və mənim özümə də maraqlıdır. Düşünürəm ki, kifayət qədər maraqlı müzakirəmiz də olacaq. Bəli, maraqlı müzakirəmiz olacaq. Elə qeyd edək ki, qaynar xəttimizdə də bununla bağlı bir çox müraciətlər daxil olur, suallar var. Baxmayaraq ki, elə Anarın qeyd etdiyi kimi ötən günkü buraxılışımızda millət vəkilimiz bu məsələlərə incəliyinə qədər aydınlıq gətirdi. Amma görünən odur ki, hələ tamaşaçılarımız üçün açıq qalan suallar var və bir neçə dəqiqədən sonra bu mövzu ilə bağlı sujeti sizə təqdim edəcəyik, hörmətli tamaşaçılar. Və biz ötən buraxılışımızda elə bizim efirimizdə idi. Biz qeyd etmişdik ki, ictimai nəqliyyatda yaranan narazılıqlar, məsələn, saat 22:00-dan sonra avtobusların işləməməsi, onların üzərində məlumat lövhələrində artıq depoya gedir yazılması Elə mövzunu da siz təklif etmişsiniz, təvəzzökarlıq etməyin. Və bəli, hörmətli tamaşaçılar, eyni zamanda digər bir mövzumuz artıq yay fəsli başlayır və təbii ki, ilk olaraq üz tutduğumuz məkanlardan biri haradır? Sərinlənmək üçün çimərliklər. Elə hamıya da maraqlı idi ki, görəsən bu çimərliklərdə qoyulan qiymətlər nə qədər realdır? Ümumiyyətlə, çimərliyə bir qiymət qoyulmalıdırmı, yoxsa yox? Təbii ki, əməkdaşımızın bununla da bağlı sualı var. Həmçinin digər... Yəni, aydınladan sujetlərimiz olacaq. Bəli, aydınladan suallar, daha doğrusu sujetlərimiz olacaq. Həmçinin digər mövzularımız da var, hörmətli tamaşaçılar. Belə ki, sahibsiz itlərə görə narahatlıqla bağlı qaynar xəttimizə müraciət daxil olmuşdu və əməkdaşımız Aysel Əliyeva sözü gedən mövzunu ətraflı araşdırıb ki, bir qədər sonra sizə təqdim edəcək. Necə toxunmanızı? Çünki bu məsələni də siz qaldırmışdınız. Bəli, mən də bu məsələyə də toxunmuşdum.
danışdıq və mən orada müsahibin fikri ilə tam razıyam ki, təyinatı üzrə istifadə olunmalıdır. Amma olunmur. Olunmur, bəli, və qeyd edim ki, heç də nə mənzərə olaraq xoş mənzərədir, nə də qulağa xoş səslənir orada deyilən fikirlər və bununla da bağlı təbii ki, bizim sujetimiz var ki, bir neçə dəqiqədən sonra hörmətli tamaşaçılar sizə təqdim edəcək və elə bu arada qısa bir xatırlatma etməyin tam vaxtıdır Anar. Qısa bir xatırlatma ediriksə, o zaman nömrəni qeyd edək. 01230-40-40. Hörmətli tamaşaçılar, qaynar xəttimizə zəng vurub müraciətlərinizi edə bilərsiniz və eyni zamanda WhatsApp və Telegram ünvanlarına da yazar, səsli və ya video mesaj göndərmək imkanınız var. Çünki xəbərimiz var. interaktiv verilişdir. Bəli, hörmətli tamaşaçılar, Anarın qeyd etdiyi kimi xəbərimiz var proqramı interaktivdir və siz bizim proqramımızı həmçinin İctimai Televiziyanın mobil əlavəsindən, İctimai TV mobildən də izləmək imkanı əldə edirsiniz. Daimi tamaşaçılarımız bunu çox gözəl bilirlər və xəbərimiz var İctimai Televiziyanın YouTube səhifəsindən də hazırda canlı yayımlanır və hər buraxılışımızda, hər proqramımızda sizə ünvanladığımız sualı elə ekranda gördüyünüz kimi rejissorumuz artıq təqdim edir. Ekranda gördüyünüz QR koddan istifadə edərək YouTube üzərindən səs vermədə iştirak edərək cavablandıra bilərsiniz. Və vaxt çatdı bugünün sualına. Bəli, bu ənlə də pozmuruq, hörmətli tamaşaçılar. Günün sualı uşaqların hansı yaşdan sonra işləməsini doğru hesab edirsiniz deyə sual ünvanlamışıq və hər zaman olduğu kimi də 3 variant təqdim etmişik. 15 yaşından, 18 yaşından və yaxud da heç vaxt deyə bir variant da təqdim etmişik sizə. Hörmətli tamaşaçılar, günün sualını da təsadüfi seçməmişik. Çünki bugün uşaq əməyinə qarşı beynəlxalq mübarizə günüdür, hörmətli tamaşaçılar. Odur ki, siz də sorğumuzda aktiv iştirak edin və hətta əgər öz fərqli variantınız varsa, o haqda da bizim qaynar xəttimizə yaza bilərsiniz. Bəli, günün sualı ilə bağlı qanunvericilik nə deyir? Bəs qanunvericiliyə əsasən 15 yaşından hər bir şəxs işləyə bilər. Amma bu, onun, belə deyək, ailəsinin icazə verib verməməsi ilə bağlıdır. Seçimdən asılıdır. Bəli, ailəsinin seçimindən, qərarından asılıdır. Və qeyd edək ki, biz mövzunun aktuallığını nəzərə alaraq, hörmətli tamaşaçılar, təbii ki, studiyamıza qonaq dəvət etmişik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Şəbnəm Cəfərova bizim qonağımız olacaq. Elə həm sizin, həm də bizim mövzu ilə bağlı suallarımızı cavablandıracaq. Odur ki, diqqətiniz bizdə olsun, İctimai Televiziyada olsun və Xəbərimiz var proqramında olsun. Bəli, biz isə Xəbərimiz var proqramına elə mövzularla başlayırıq və start veririk artıq, hörmətli tamaşaçılar. Və bir xəbəri diqqətinizə çatdıraq ki, bugün Babək şəhərində qaz olmayacaq. Səbəb yeraltı xəttin yerüstü xətlə dəyişdirilməsi ilə əlaqədar aparılan təmir işləridir və təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək. Digər bir xəbərimiz də ondan ibarətdir ki, avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib düşürməsi üçün xüsusi yerlər yaradılır. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb və bildirilib ki, bu yerlər əsas cəlb etmə məntəqələri, nəqliyyat vasitələrinin rahat manevr etməsi və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla təşkil edilir və o da qeyd olunub ki, məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib düşməsinə imkan yaratmaqdır ki, bu ilə bağlı da olan narazılığımızı, narahatlığımızı bir neçə dəfə elə bu studiyadan Anarla birgə səsləndirmişdik. İnteraktiv baxımından çox gözəl görünüş var idi, Günel. Siz həmin xəbəri oxuduqda biz gördük ki, kadrlar nümayiş etdirildi və çox səliqəli, çox gözəl, çox rəvan şəkildə görsənir ki, planlama elədir. İndi görək icraat necə olacaq? Ümid edək ki, reallıqda da belə olacaq, Anar. Çünki ümumiyyətlə biz ümumi mənzərəyə nəzər salsaq, həm yeni avtobus zolaqlarının salınması, həm bu kimi digər məsələlərə görünən odur ki, planlı şəkildə nəsə olanda, həyata keçiriləndə elə rahatlığı da bir o qədər yaxşı olur. Ümumiyyətlə, əgər biz statistika aparsaq, yəqin ki, sizinlə ən çox müzakirə etdiyimiz məqamlardan biri nəqliyyatla bağlı olub. Hər daim nəqliyyat sisteminin olandan
daha yaxşı olması üçün fürsətlərin olduğunu düşünmüşük və bunu dilə gətirmişik. Çünki nəqliyyat məsələləri aktualdır. Şəhərdir, inkişaf edir, şəhərimizin insanlarıdır, istirahət etmək üçün müxtəlif məkanlara yola düşür. Misal üçün artıq yaydır. Axşam saatlarında insanlar daha çox gəzmək, bir-biri ilə ünsiyyətdə olmağa can atır, hörmətli tamaşaçılar. Bu heç birimizə sir deyil, elə paytaxtımızda da bəli, əlbəttə. Paytaxtımızda gəzib görməli yerlərin sayı da günü-gündən artmaqdadır. Parklar, əyləncə mərkəzləri və digər məkanlar təbii ki, eyni zamanda axşam saatlarından işdən evə gec qayıdanları da belə deyək, unutmayaq və elə buradan da keçid alırıq günümüzün belə deyək, əsas süjetinə. Əsas süjetinə keçid alırıq, çünki bəs mənzilə qayıtmaq məsələsi də var axı, hörmətli tamaşaçılar. Bunun üçün isə axşam saatlarında nə lazımdır? Dinamik çalışan nəqliyyat vasitələri. Digər ki, bir sıra hallarda saat 22:00-dan sonra avtobuslar çalışmır, taksilərin qiyməti isə orta statistik Azərbaycanlının cibinə uyğun deyil. Bəli, heç də cibinə uyğun deyil və bu maraqlı mövzunu əməkdaşımız Sayırxan Abbasəliyev araşdırıb. Maraqlı faktlar var, çox maraqlı, sizin diqqətinizi cəlb edəcək bir sujetdir, hörmətli tamaşaçılar. Odur ki, nəzərdən qaçırmayaq, birgə izləyək. Demək olar, hər gün axşam saatlarında, xüsusən də saat 22:00-dan sonra avtobus dayanacaqlarında bu mənzərə yaşanır. Yaşanan bu xaotik vəziyyətin isə bir səbəbi var. Hazırda yanımdan keçən bu avtobusun üzərində depo yazısı yazılıb. Yəni bu o deməkdir ki, avtobus heç bir sərnişin götürmədən birbaşa depoya gedir. Lakin saata baxdıqda görürük ki, saat hələ 11-dir. Yəni saat 12-yə qədər fəaliyyət göstərməli olan avtobuslar indidən fəaliyyətini dayandıraraq birbaşa depoya gedirlər. Bir çox avtobus 22:00-dan sonra fəaliyyətini dayandırdığı üçün sərnişinlər evlərinə getməkdə ciddi çətinlik yaşayırlar. Avtobus tapmayanlar ya manatlıq taksilərdən istifadə edir, ya da tətbiq vasitəsilə taksi çağırırlar. Heç vapşı işləmir ki, ondan sonra da işləmir. 11, 12-nin yarısından sonra vapşı marşrutu tapmaq olmur. Çətinlik çəkirdə insanlar yığılıb ora, heç marşrutu tapılmır. Amma bir-birindən soruşur, Sultəpiyə necə gedim, Xırdalana necə gedim. Belə, yəni tapılmır. Doğruda tapılsa da marşrut basa-bas minmək olmur. İndi özünüz görəcəksiniz gələn marşrutları. Bəs avtobus tapmayanda nə edirsiniz? Heç nə taksi ilə gedirik. İndi manatlıq taksi də yoxdur. 2 manat, 3 manat. Bəzən nə bilim taksi çağırırıq, onunla gedirik. Belə. Hansı istiqamətə gedirsiniz? Mən Hökməli tərəfdə yaşayıram. Yəni ondan sonra olmur avtobus. Yəni bugünkü gün manatlığın olmasa, yəni gedib çata bilmirik də. Yəni manatlıq xeyli yük götürür bu yolun üzərindən. İşdən çıxandan sonra bu vaxtlarda tapa bilmirsiniz. Xeyr olmur bu vaxt olmur. Neçə nömrəli avtobus gedir sizin tərəfə? 156. Saat neçəyə qədər işləyirlər normalda? Vallahi heç 9-dan onun yarısından sonra görməmişəm. Müşfiq tərəfə gedirəm. Avtobus tapa bilirsiniz? Xeyr, bir saatlardasa buradayam, yəni gəlmir. Neçə nömrəli avtobusdur? 114B. Hər gün bu vəziyyətdir yoxsa? Yəni demək olar ki, bəli. Hər gün vəziyyət, yəni 1 saat, yarım saat, yəni gəlib çıxmır avtobus. Saat 10-dan sonra bəzi avtobusların üzərində biz görürük ki, depo yazılır və işləmirlər də. Yəni sizdə də eyni vəziyyətdir. Bəzilərinin üstündə bəli, depot yazılır. Yəni görsənir. İndi nə edəcəksiniz avtobus tapmasaz? Məcbur taksiyə gedəcəm. Yəni taksi taxılıb taksiyə gedəcəm. Saat ümumiyyətlə 10 olandan sonra avtobus tapmaq çətinləşir. Hansı nömrəli avtobusdur əsas? Əsas 102-dir, amma normalda tapa bildiyimiz avtobus 130-dur. O da Lökbatan istiqamətində Xocəsəndən işləyir, ona görə tapmaq mümkün olur. Saat neçəyə qədər işləyirlər onlar? Normalda 11-ə 12-yə qədər işləməlidirlər yay vaxtına, rejiminə əsasən. Hal-hazırda yəni saat 10-dan sonra tapmaq mümkün olmur. Bəs nə ilə gedib gəlirsiniz? Manatlıq taksilərlə ən çox ya tətbiqlə istifadə edirik, taksiyə minib o cür gedirik. Bu vəziyyət daha çox Bakının ətraf qəsəbələrinə hərəkət edən avtobuslarda yaşanır. Hətta sakinlər bildirirlər ki, bəzi ərazilərdə saat 21:00-dan sonra belə avtobus tapmaq müşkül məsələyə çevrilir. Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə də müraciət etdik. Qurumdan bildirildi ki, avtobusların fəaliyyəti hərəkət intervalına uyğun tənzimlənir. Sərnişin tələbatına əsasən avtobusların iş saatı, sayı, hərəkət cədvəli müəyyən olunur. Avtobus marşrutlarının iş saatı 05:30, 06:00-dan başlayır. Bəzi ərazilərdə 21:00-da, bəzilərində 22:30-da, bəzilərində isə 23:00, 23:30-a qədər davam edir.
Yəni doğrudan da aktual məsələdir Günel və sizin qeyd etdiyiniz məqama bir daha diqqət çəkmək istəyirəm. Çünki siz vurğuladınız ki, bəs ikinci növbədə işləyən insanlar da var axı. Bəli. Onlar evə qayıdarkən ciddi şəkildə bu sıxıntılarla üzləşir və ümidvarıq ki, bu məsələ də öz həllini tapar ki, vətəndaşlar rahat Bəli, vətəndaşlar hətta müraciət etmişlər ki, 22:00-da işdən çıxıram. Məsələn, Mərkəzi Univermağın yanında heç bir marşrutu tapa bilmirəm ki, və yaxud da ki, belə deyək də, bir ünvana gedim, oradan artıq mənə lazım olan ünvana gedim, çatım. Bununla bağlı da müraciətlər daxil olmuşdu və ümumiyyətlə mən nəyi demək istəyirəm, anar bir məqama diqqət çəkmək istəyirəm. Məsəl üçün, hər hansı bir tədbirlər keçiriləndə, həmin günlərdə istər metronun, istər ictimai nəqliyyatın, bəli, vaxtı bir qədər uzadılır. Bu yay fəslinə də bəlkə, daha doğrusu yay fəsli üçün də bəlkə belə bir şey düşünülsün ki, nə etmək olar ki, vətəndaşların, sərnişinlərin rahatlığı təmin olunsun. Çünki müsahiblər orada bir neçə marşrut nömrələrini qeyd etdilər. Bu siyahını təbii ki, uzatmaq olar. Elə deyək ki, məsəl üçün, bir qədər paytaxtdan kənar ərazilər yox, elə yaxın, şəhərə yaxın ərazilərə də avtobus tapmaq olmur mənzil başına gedib çatmaq üçün və bir daha həmin məqamı xüsusi olaraq vurğuluyuram ki, bəzən görürsünüz ki, elə vətəndaşlar var ki, saat 22:00-da işdən çıxırlar və yaxud da ki, deyək ki, 22:30-da işdən çıxırlar. Onların da rahatlığı bir şəkildə təmin olunmalıdır. Çünki hər gün taksiyə ödənilən pul, ödəyəcəyi pul, görün, ay ərzində ailə büdcəsinə əməli başlı zərər vurur. Siz bu məsələni qeyd etdiniz ki, yay dövründə bəlkə bir qədər nəqliyyatın vaxtı uzadılsın. Bu çox maraqlı təklifdir. Ona görə düşünürəm ki, hələ biz bu təkliflə bağlı müzakirələrimizi bir qədər sonra apararıq. Ümumiyyətlə, ictimai nəqliyyatla bağlı mövzunu biz davam etdirəcəyik. Amma indi bir məqama toxunaq ki, hər il olduğu kimi bu ildə çimərlik mövsümünün iyunun 15-də açılacağı proqnozlaşdırılır. Bəs dəniz hövzələri orada istirahət etmək istəyənlərə, xidmətə hazırdırmı? Bunu bilmək üçün əməkdaşımız Gündüz Vaqifoğluna bağlanırıq. Gündüz bizimlə canlı bağlantıdadır və qeyd edək ki, o bizə dəniz mövsümünə hazırlıqla bağlı ətraflı məlumatı çatdıracaq. Salam, hər vaxtınız xeyirli olsun Gündüz. Buyurun, eşidək sizi. Hər vaxtınız xeyir Gündüz. Buyurun, siz efirdəsiniz. Hər vaxtınız xeyir olsun. Salamlayıram mən də xəbərimiz var tamaşaçılarını. Bəli, biz hazırda Mərdəkan ərazisindəki ictimai çimərliklərdən birində yerə düz qeyd etdiniz. Hər il olduğu kimi bu ildə bu çimərlikdə, təkcə bu çimərlikdə yox, ümumilikdə bütün ictimai çimərliklərdə, yəni nəzarətin olduğu çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı müəyyən işlər gedir və biz bilirik ki, yaxın günlərdə artıq çimərlik mövsümü başlayır. Bu isə o deməkdir ki, dəniz kənarı çimərlik ərazilərinə yüzlərlə insan axını eləyəcək və bu insanların təhlükəsizlik məsələsi olduqca vacibdir və bu məsuliyyəti də hər il olduğu kimi bu ildə Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidmətinin əməkdaşları üzərinə götürür. Söhbət burada xilas edicilərdən tutmuş dalğıc heyətinə və digər əməkdaşlara, nəzarətçilərə qədər gedib çatır. Yəni əməkdaşlar çoxdur, yəni sayları çoxdur və onların bütün çimərliklərdə biz xidmətinin şahidi oluruq. Bəli, biz bir qədər öncə bu hazırlıqla bağlı müəyyən işlərin yaxından şahidi olduq. Hətta biz özümüz də dalğıc heyəti ilə dənizin o bəlli bir nöqtəsinə qədər getdik və orada proses hansı formada davam eləyir, onu yaxından gördük. Deməli, dəniz məlum məsələdir ki, bir qədər çəkilib, ötən illə müqayisədə çəkilib kənara və bu isə o deməkdir ki, sualtı axınlar, sualtı təhlükələr gözlənilir və bu təhlükənin aşkar olunması həmin təhlükə ilə bağlı bura dənizə üst tutan insanları xəbərdar etmək üçün müəyyən işlərə başlanıldı. Dalğıc heyəti suyun müəyyən bir dərinlik hissələrində həm dərinliyi ölçüldü, həm də sualtı axınların müəyyən edilməsi istiqamətində işlər apardı. Paralel olaraq da sualtı hissələrdə gözlə görünməyən yerlərdəki o qaya parçaları, təhlükəli yerləri aşkar etdi və təbii ki, hər şey nəzarət çərçivəsində həyata keçiriləndən sonra insanlar hara qədər suya daxil ola bilərsə, orada xəbərdar edici sarı şarlar qoyuldu və bu isə o deməkdir ki, artıq suya daxil olan hər bir insan bilməlidir ki, bir mənalı şəkildə sarı şarı üzü dərinliyə doğru keçmək olmaz. Bu olduqca təhlükəlidir. Çünki sarı şardan sahilə doğru hissə təhlükəsizdir və bunu da mütəxəssislər artıq təyin edir. Bəli, hər il qurum əməkdaşları bu şəkildə işini görür
görür və artıq mövsüm başlayanda da gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Amma çox təəssüf ki, biz hər il istər belə deyək, nəzarətin olduğu ərazilərdə, amma daha çox biz bunu qanunsuz çimərliklərdə görürük ki, insanların boğulma halları, bu ölüm faktları ortaya çıxır və xoşagəlməz biz hadisələrin şahidi oluruq. Burada ümumiyyətlə bu işlərlə paralel olaraq da dənizə gələn vətəndaşların, insanların, sakinlərin ümumiyyətlə üzərinə düşən bir məsuliyyət də olmalıdır. Bununla da bağlı insanlar nə etməlidir? Bizə daha ətraflı məlumatı indi Fövqəladə Hallar Nazirliyinin Kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə Dövlət Xidmətinin rəisi Akşin Əlili çatdıracaq. Akşin müəllim, xoş gördük sizi. İşinizi görürsünüz, üzərinizə düşən o prosesi həyata keçirirsiniz. Bəs burada insanlar nə etməlidir? Dənizə gələn insanlar hansı o məsuliyyəti dərk eləməlidir ki, biz bu ötən ilki, ondan əvvəlki illərdəki hadisələri biz görməyək? Təşəkkür edirəm sualınız üçün. Əvvəla mən onu qeyd etmək istərdim ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə bildiririk ki, hələ də bəzi vətəndaşlar tərəfindən təhlükəsizlik qaydalarının tələblərinə əməl olunmur ki, bu da sonda acı nəticələrə gətirib çıxarır. Biz hər zaman vətəndaşlara müraciət edirik ki, çimərlik seçimində diqqətli olsunlar. Əgər hər hansı bir çimərlikdə xilasedicilər yoxdursa, xilasetmə texnika və vasitələr mövcud deyilsə, bu həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini və bu kimi ərazilərdən istifadənin təhlükəli olduğunu bildirir. Biz bu işə bir məntiqlə yanaşsaq, görərik ki, həqiqətən də biz suda boğulduqda bizim köməyimizə xilasedici gəlir. Əgər biz istirahət etdiyimiz ərazidə xilasedici yoxdursa, deməli bizim köməyimizə heç kim gələ bilməyəcək və biz suda boğulacağıq. Düzdür, xidmətin nəzarətində olan və nəzarətində olmayan çimərliklərdə hər hansı bir suda boğulma hadisəsi ilə bağlı 112 qaynar telefon xəttinə məlumat daxil olduqda biz dərhal operativ hadisə yerinə yollanırıq, xilasetmə işlərinə başlayırıq. Yalnız nəzərə almaq lazımdır ki, xilasetmə əməliyyatlarında saniyələrin önəmi olduqca vacibdir. Odur ki, bir daha vətəndaşlara müraciət edirik ki, çimərlik seçimində diqqətli olsunlar, xilasedicilərin xidmət apardığı çimərliklərdən istifadə etsinlər. Bununla yanaşı, xüsusən bizim bölgələrimizdə uşaq və yeniyetmələr valideyn nəzarətindən yayınaraq, məqsədi çimərlik olmayan suvarma kanallarından, süni göllərdən, çaylardan, su arxlarından və digər su hövzələrindən istifadə edirlər ki, bu da sonda bədbəxt hadisələrə gətirib çıxarır. Bildiririk ki, bu tip su hövzələri mürəkkəb relyefə, sürətli axına, məhdud görüntüyə və müxtəlif təhlükəli xüsusiyyətlərə malik olması bu hövzələrdən istifadə edənlərin də həyatına birbaşa təhlükədir. Odur ki, valideynlərə müraciət edirik ki, diqqətli olsunlar, uşaq və yeniyetmələri nəzarətsiz buraxmasınlar. Bundan başqa bəzən bizim xidmət apardığımız çimərliklərdə bilirsiniz ki, maarifləndirici lövhələr yerləşdirilir, üzmə sərhədlərini müəyyən edən nişanlar qoyulur. Vətəndaşlar çimərliklərdə xoş zaman keçirmək üçün fikir verməli olduğu bəzi məqamlardan da biri hava şəraiti və günün saatlarıdır. Bildiririk ki, qanunvericiliyin tələbinə uyğun olaraq küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda çimərlikdə suya girmək qadağandır. Və hava qaraldıqdan sonra və qızmar günəş altında fasiləsiz dayanmaq da onların həyatı üçün birbaşa təhlükədir. Odur ki, çimərlikdə təhlükəsizlik qaydaları ilə yaxından tanış olsunlar. Bir daha nəzərə alsınlar ki, spirtli içki qəbul edərək suya girmək, məhdudlaşdırıcı nişanları ötüb dənizə doğru üzüb keçmək, suda kobud hərəkətlər etmək olduqca təhlükəlidir və bəzən kiçik həcmli gəmi istifadəçiləri sürətli mühərriklərlə, təchiz olunmuş katerlərlə, qayıqlarla çimərlik ərazilərinə daxil olurlar. Bu hallar da yol verilməzdir. Nəzərə alsınlar ki, çimərlik mövsümü ərzində xidmətin aidiyyəti şöbə əməkdaşları tərəfindən də bu istiqamətdə zəruri tədbirlər həyata keçiriləcəkdir. Əgər bu kimi hallar da aşkarlanarsa, birbaşa barələrində inzibati xətalar məcəlləsinə müvafiq protokollar tərtib ediləcəkdir. Çox sağ olun, minnətdarım ətraflı məlumat üçün. Bəli, bir daha qeyd edim ki, bizimlə birbaşa bağlantıda kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə Dövlət Xidmətinin şöbə rəisi Akşin Əlili idi. O, təhlükəsizliklə bağlı insanların bilməli olduğu vacib nüansları diqqətə çatdırdı və ümidvarıq ki, bu çimərlik mövsümündə qurum əməkdaşının, qurum rəsmisinin dediyi bütün bu detallara dənizə gələn insanlar diqqətlə nəzər yetirəcək və buradakı məlumat verici lövhələrə diqqətlə baxacaq və biz bu mövsümdə o bədbəxt hadisələrlə bağlı, xoşagəlməz hadisələrlə bağlı xəbər çatdırmayacağıq. Bizdən isə bu qədər. Buyurun, söz sizdə.
Biz də ümidvarıq. Gündüz çox sağ olun. Həm sizə, həm də müsahibinizə təşəkkür edirik. Çox sağ olun bir daha. Bəli, Gündüz bizə ətraflı məlumatı çatdırdı və elə özümüzün də hər birimizin şahidi olan bir halı xüsusi vurğulamalıyıq ki, elə həm Gündüz, həm də müsahibimiz Akşin Əlili qeyd etdi ki, xüsusi belə deyək, şarlar qoyulur ki, bəli, buradan, bu ərazidən o tərəfə demək olar ki, keçmək olmaz. Amma şahidi oluruq ki, bəzi şəxslər ümumiyyətlə bu təhlükəsizliyə riayət etmirlər, baxmayaraq ki, səs gücləndiricilərlə onlara xəbərdarlıq olunur. Amma bütün bunlara baxmayaraq, onlar necə deyərlər, əgər həmin əraziyə keçmək istəyirlərsə, keçirlər ki, nəticədə də xoşa gəlməz hallar yaşanır. Və bir xəbəri diqqətinizə çatdıraq ki, bəli, son dəqiqə xəbəri. Xırdalan şəhəri Fikrət Əhmədov küçəsində hal-hazırda yaşayış evində yanğın hadisəsi baş verib, hörmətli tamaşaçılar. Və biz çalışacağıq ki, buraxılışımızın irəliləyən dəqiqələrində əməkdaşımızla bəli canlı bağlantı yaradaq və ən son məlumatları sizə çatdıraq. Odur ki, diqqətiniz bizdə olsun, xəbərimiz vardı olsun, hörmətli tamaşaçılar. Bəli, yay mövsümündən danışdıq, çimərliklərdən danışdıq və indi hansı mövzu ilə davam edirik? Təbii ki, çimərliklərdə, belə deyək, qiymətlərlə bağlı ümumiyyətlə çimərliklər ödənişli olmalıdırmı, olmamalıdırmı? Biz bunun üçün hər hansısa bir məbləğ ödəməliyik və yaxud da ki, yox. Çünki təhlükəsizlik qaydaları ilə bağlı bir qədər öncə bizimlə canlı bağlantıda olan əməkdaşımız Gündüz və onun müsahibi Akşin müəllim məlumat verdi və digər mövzu təbii ki, qiymətlərlə bağlıdır. Qiymətlərlə bağlı olacaq. Ümumiyyətlə, biz bilirik ki, Günel artıq yay mövsümü də yaxınlaşır. Rəsmi şəkildə birazdan qədəmlərini qoyacaq və bu baxımdan çimərlik mövsümü də açıq elan olunub. Vətəndaşlarımız çimərliklərə üst tutacaq. Orada insan izdihamı olacaq. Olmalıdır da. Əlbəttə, istirahət etməlidir insanlar. Lakin bir məsələ var ki, çimərliklər müxtəlif kateqoriyalara bölünür. Siz bunu bilirsiniz, ödənişli və ödənişsiz. Lakin bəzi hallarda, Günel, belə bir hadisələrlə də rastlaşırıq ki, hətta nəzəri olaraq ödənişsiz adlandırılan çimərliklərdə belə masaya görə, oturacağa görə, parkinqa görə ödənişlər tələb olunur. Bəli, ödənişlər tələb olunur və diqqətimizi çəkən digər bir mövzu nədir burada? Daha doğrusu sual doğuran məqam nədir? Bəzən üst tutursuz çimərliklərə görürsünüz ki, orada belə deyək, həmin çimərliyə cavabdeh olan şəxs əlində bir çek tutub və sayır, neçə nəfər gəlmişsiniz? Deyək ki, bir 5 nəfər gəlmişsiniz, 5 nəfərə görə adam başına 5 manat ödəməlisiniz və həmin an ondan tələb edirsən ki, bu hansı qaydalara əsasən həyata keçirilir? Bir mənə çek tələb edə bilərsinizmi? Deyir, bəli, bu dəqiqə heç bir problem yoxdur, bir qəbz yazır və görürsən ki, o qəbzin nə mühürü var, nə də orada bir, belə deyək də, bizi qane edəcək... Yəni, qeyri-rəsmi şəkildə təqdim. Qeyri-rəsmi şəkildə. Əməkdaşımızın bununla bağlı sujeti var, hörmətli tamaşaçılar. Ümumiyyətlə, belə çimərliklər hələ də mövcuddurmu? Yəni, siz pulsuz çimərlikləri nəzərdə tuturdunuz. Təbii ki, mənə görə çimərlik pulsuz olmalıdır ümumiyyətlə. Əgər mən orada hər hansısa bir çətirdən, stuldan istifadə edirəmsə, yemək sifariş verəcəmsə, təbii ki, bunlar ödənişli şəkildə olmalıdır. Bütün bu sualların cavabı, hörmətli tamaşaçılar, sıradakı sujetdə. Dəniz mövsümünün başlamasına sayılı günlər qalıb, amma indidən dənizə üst tutanların sayı heç də az deyil, xüsusən ödənişsiz ictimai çimərliklərə. Və Bakı sakinlərini, eləcə də şəhərimizin qonaqlarını düşündürən həmin o vacib sual. Hansı çimərliklər ödənişsizdir? Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və sahil qəsəbələrində yerləşən sahil boyu çimərliklər ictimai təyinatlı olmaqla ödənişsizdir. Sadəcə vətəndaş istirahətə gəldiyi yerin təyinatı barədə məlumatlı olmalı, sui-istifadə etmək istəyən işbazlara aldanmamalıdır. Ödənişsiz olmağı ən birinci növbədə. Çünki uzaqdan gəlirik, çalışırıq ki, haradasa ekonomik eləyək, nədəsə. Təmizliyə də söhbət yoxdur, təmizdir hər yer. Burada nəyəsə deyim ki, harada nəsə də var, kirmi, nəmi yox, təmizlikdir. Hər kəsin öz büdcəsi var. Ödənişli çimərliklər də var, amma məncə ora biraz çirklidir. Düzdür, hər kəs öz tullantısını təmizləsə yaxşı olar. Ümumi vəziyyət yaxşıdır. Mən deyərdim ki,
bu ictimai plaja çox gözəl baxırlar. Həm də ki, təmizliyə riayət edirlər. Həm də buranı təmizləyənlər var. Burada asobu işləyənlər bax, orada buranı təmizliyinə baxan fəhlələr var. Hər gün buranı yığışdırır. Təmizliyin o ödənişli ilə ödənişsin fərq bilmirəm. Bura daha da təmizdir. Qum burada çoxdur, istirahət gözəldir. Çətirlər, söhbətgahlar, soyunub geyinmə kabinləri və digər müxtəlif xidmətlər təqdim edən bu çimərliklərin həm də ödənişsiz olması onu hər kəsə əlçatan edir. Burada diqqət çəkən daha bir məqam sadəcə rahatlıq yox, həm də təhlükəsizliyin təmin olunmasıdır. Ərazidə xidmət göstərən Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqəsi bunun əyani sübutudur. Pulsuz çimərlik hər kəsin istirahət edə biləcəyi bir məkandır. Bu məkanın təmiz və baxımlı olması üçün lazımi işlər görülür. Lakin məsuliyyət həm də biz vətəndaşların üzərinə düşür. Yox, görürsünüz ki, Nel var. Hələ də həmin çimərliklər mövcuddur. Mənim bu süjetdə başqa bir məsələ də xoşuma gəldi ki, burada fərdi vətəndaş məsuliyyəti də böyük rol oynayır. Çimərlikləri təmiz saxlamalıyıq, hörmətli tamaşaçılar. Yəqin ki, bunun üçün sadə prosedur qaydalarına riayət etsək, bəs edər. Və bundan öncə bizim canlı bağlantıda əməkdaşımız Gündüz Vaqifoğlu da bir sıra maraqlı məlumatları çatdırmışdı. Ona yenidən dönüş etmək istəyirəm ki, o sarı şarlarla bağlı mən nəyəsə görə əminəm ki, o sarı şar qaydasına heç də hamı əməl etməyəcək. Bəli, əlbəttə, mən bir qədər öncə qeyd etdim. Yəni, bunun əminəm ki, siz də şahidi olmuşsunuz, mən də şahidi olmuşam. Və qeyd etdiyim kimi, hətta səs gücləndiricilərlə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının qeyd etməyinə, bildirməyinə, xəbərdarlıq etməyinə baxmayaraq, həmin o şarları keçən vətəndaşlar da var. Və dəlil kimi bilirsiniz, hansı argumentləri gətirirlər ki, deyirlər ki, yəni mənim kifayət qədər bacarığım var və mən özümə cavab deyəm, mən təcrübəliyəm və s. Lakin mən heç də həmişə yaxşı işləmir. Bəli, və Anarın az öncə qeyd etdiyi kimi, elə Ayselin də qeyd etdiyi kimi, həmin çimərliklərin təmiz saxlanılması üçünsə, bu daha doğrusu həm məndən, Anar, sizdən, bizdən, siz tamaşaçılardan asılıdır, hörmətli tamaşaçılar. Hər kəs əgər öz, belə deyək, istifadə etdiyi qida məhsulunu, qalıqları da oradakı bir tullanma, lazım olan həmin o qutulara tullasa, düşünürəm ki, elə şəhərimiz də təmiz qalar, çimərliklərimiz də təmiz qalar, girəylənmərik. Bəli, sadə prosedur qaydaları davam edirik, hörmətli tamaşaçılar. Buzovna sakinləri avtomobil yolunda piyada keçidlərinin olmamasından ciddi narazıdırlar və ərazidə yaşayanlar, xüsusilə yaşlılar, uşaqlı ailələr və əlil arabasında olan şəxslər üçün təhlükəsiz keçid imkanlarının məhdud olduğunu bildirirlər. Əlbəttə, piyada keçidinin olmadığı yerlərdə insanlar məcbur qalıb, yoldan icazəsiz və təhlükəli şəkildə keçir, hörmətli tamaşaçılar. Bu heç kəsə sir deyil. Bu isə həm piyadalar, həm də sürücülər üçün çox təəssüf ki, qəza riskini artırır. Nəsə dəfələrlə faciələr baş verib burada. Yəni, indi belə sakitçilikdir. Abətdən sonra başlayasınız, xahiş edin, bir dənə gəlin, nəzarət edin, göndərəcək də maşınlar sürünür. Keçmək mümkün deyil. Söhbət Zağulba prospekti Singiz Mustafayev döngə 5-dən gedir. Burada yaşayan sakinlər yolu o biri tərəfə keçmək üçün sözün əsl mənasında mübarizə aparırlar. Bu mübarizənin qurbanı ya piyada olur, ya da sürücü. Uşağı bağçaya keçsin, yolu hökmən keçməlisən. Təhlükədir bu. Özümüz cəhənnəm. Şoferləri də sağlıq. Ziyanan. Ərazidə müəyyən məsafələrdə yerləşən piyada keçidləri olsa da, bu hər kəs üçün əlçatan deyil. Keçidə qədər olan yolu piyada qət etmək üçün xeyli vaxt sərf etmək lazımdır. Heç olmasa 1 saat itirməliyik, heç olmasa 1 saat. Bu bir, ikincisi, bunun xəstəsi var, kresloda gedəni var, əziyyət çəkəni var. Axı, bunlar bu yolu gedə bilmirlər. İndi özünüz də baxın, götürün, zəhmət olmasa bu məsafəni, baxın. 4 kilometr, buradan o yüzden məsafədir, 3 kilometr bu birisi yana. Bunu getmək həm də niyə geçsinlər axı, əgər bunu eləmək mümkündürsə.
Zağulba prospektində mövcud sürət həddi saatda 90 km təşkil edir. 8 zolaqlı yolun hərəkət hissəsinin ümumi eni isə 30 metrə yaxındır. Qanunvericiliyə əsasən nizamlanmayan piyada keçidləri yolun hərəkət hissəsinin eninin 14 metrdən çox olmadığı halda təşkil edilə bilər. Hazırki şəraitdə sözügedən ərazidə işıqforla nizamlanan yaxud çoxsəviyyəli, yerüstü və ya yeraltı piyada keçidləri təşkil edilə bilər. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladıq. Agentlikdən bildirildi ki, hazırda həmin ərazidə keçidin tikintisi nəzərdə tutulmur. Gələcəkdəki faciələrin qarşısını almaq üçün sakinlər agentliyə müraciət etməyi planlaşdırırlar. Ümid edirik ki, gələcəkdə piyada keçidinin qurulması ilə sakinlərin rahat keçidi təmin edilər. Hansı təhlükəsiz vasitə təşkil edilirsə təşkil edilsin, əsas odur ki, bu mənzərə olmasın. Yəni insanlar sakit şəkildə yolu keçə bilsinlər, özlərini təhlükəyə atmadan. Bəli, hörmətli tamaşaçılar və sujetin sonunu çox belə ümidlə gözləyirdik ki, hər halda qurumdan veriləcək cavab bir ümidverici olacaq. Qurumdan veriləcək cavab da ümidverici olmadı və sakinlər bildirdilər ki, müraciət edəcəklər. Yəqin ki, bu müraciətin də bir müsbət nəticəsi olacaq deyə düşünürük və elə həmkarım Anarın qeyd etdiyi kimi hansı nəticə veriləcəksə, qərar veriləcəksə verilsin. Əsas odur ki, piyadaların, sakinlərin rahatlığı təmin olunsun. Bəli, təhlükəsizlikdən danışdıq, hörmətli tamaşaçılar. Bəzən tələsirik, diqqətsiz oluruq. Bəzənsə avtobusları tələm-tələsik tərk etdiyimizə görə əşyalarımızı unuda bilirik. Razıyam, olur belə hallar. İstər-istəməz geri dönüşü mümkün ola bilən bir vəziyyətdir. Çünki ən azından avtobusun nömrəsini biliriksə, o zaman əlaqə saxlayıb həmin əşyanın yerində olub-olmadığını aydınlatmaq olar, hörmətli tamaşaçılar. Bəs əgər əşya tapılmırsa, ona görə məsuliyyəti kim daşıyır? Baxın, bu sual maraqlıdır. Bəli, bu sual maraqlıdır və diqqətsiz sərnişin, avtobus sürücüsü və yaxud da hər hansı bir üçüncü şəxs. Bəli, hər hansı bir üçüncü şəxs. Hörmətli tamaşaçılar, bununla bağlı sujeti izləyək, müzakirəmiz davam edəcək. Şəxsiyyət vəsiqələrindən tutmuş mobil telefonlara, bank kartlarından xeyli məbləğdə pula qədər bir çox dəyərli əşyalar. Hər gün minlərlə insan ictimai nəqliyyatdan istifadə edir. Bununla bərabər şəxsi əşyaların itirilməsi halları da yaşanmış olur. Bəzi hallarda sərnişinlər ictimai nəqliyyatda əşyalarını unudub gedirlər. Məsələn, elə bu situasiya kimi. Belə olan halda bir sual ortaya çıxır. İtmiş əşyaya görə kim məsuliyyət daşıyır? Avtobus sürücüsü, sərnişin yoxsa daşıyıcı şirkət? Vətəndaşların əksəriyyətinin fikrincə məsuliyyət əsasən sərnişinlərin üzərindədir. Çünki sürücünün diqqəti əsasən yol təhlükəsizliyinə yönəlməlidir. Avtobusun içərisində baş verən bütün hadisələri müşahidə etmək onun səlahiyyətində deyil. Buna görə də itən əşyaların məsuliyyətini sürücüdən tələb etmək doğru sayılmır. Mən düşünürəm, məsuliyyət mənimdir. Qalıbsa mənim günahımdır. Vallahi orada kamera var görüntü üçün. Amma şəxs özü ehtiyatlı olmalıdır. Sürücünün çünki başı qarışıqdır, özü işi ilə məşğuldur. Sərnişinin özü. Nəyə görə? Ona görə ki, ağlı başında olsun, qoyub getməz də. Şoferin orada günahı yoxdur ki. Sürücü oturub qabaqda, onun nə xəbər, arxadan nə etib, nə etməyib. Düzdür, içərində bile o tapanlar. Məsələ ilə bağlı daşıyıcı şirkətlərdən biri Bakubas MMC ilə əlaqə saxladıq. Bildirildi ki, avtobuslarda itirilmiş və ya unudulmuş əşyalara görə şirkət hüquqi məsuliyyət daşımır. Lakin sərnişin məmnuniyyətinin təmin edilməsi və ictimai xidmət prinsiplərinə uyğun olaraq daxil olan bütün müraciətlər araşdırılır. Əgər Bakubasa məxsus avtobusların birində şəxsi əşyanızı itirmişsinizsə, ad və soyad, İtirilmiş əşyanın qısa təsviri, marşrut xəttinin nömrəsi, avtobusun dövlət qeydiyyat nişanı, hadisənin baş verdiyi təxmini tarix və saat qeyd etməklə info@bakubas.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Müraciətiniz qeydiyyata alınacaq və müvafiq avtobus deposuna yönləndiriləcəkdir. O da əlavə olundu ki, əgər itirilmiş əşya tapılarsa, şirkət tərəfindən sərnişinlə mütləq əlaqə saxlanılır.
əməkdaşımız Məryəm Abdullazadəyə maraqlı süjet üçün və maraqlı tərzdə təqdim etdiyi üçün təşəkkür edirik bu süjeti. Günel, doğrudan da düşünürəm ki, avtobus sürücüsünün diqqəti yalnız yolda olmalıdır. Ələl xüsus da biz bilirik ki, bəzən sərnişinlərlə sürücü arasında da müxtəlif polemikalar yaranır və bu baxımdan da hələ üstəlik itən əşyalara nəzarət etmək praktiki cəhətdən düşünürəm ki, sürücü üçün mümkün deyil, müşkül məsələdir ən azından. Bəli, müşkül məsələdir, amma burada da, Anar, burada da, bu məqamda da, bu məsələdə də, bu yaranan vəziyyətdə də sərnişin məsuliyyətimi deyim, biraz belə o vicdanlılığımı deyim, narahat olmaqmı deyim, bəli, olmalıdır. Əgər, məsələn, deyək ki, mən görürəmsə ki, kiminsə bir əşyası orada qalıb, yerə düşüb, bunu mütləq şəkildə sürücüyə təqdim etmək lazımdır və mən dəfələrlə gözümün şahidi olmuşam ki, sürücülər həmin itən əşyanı, əgər belə deyək, bir asıla bilərsə, güzgüdən asırlar ki, vətəndaş görsün, sərnişin görsün ki, bu onundur, bildirsin, əşyasını geri götürsün və yaxud da ki, orada bir adını indi deyə bilməyəcəm, amma belə bir xüsusi bir yer var. Bəli, ora qoyur ki, kimsə görsə, yəni ona tanış gəlsin, onun əşyası götürsün. Burada da yenə də vətəndaş, sərnişin məsuliyyəti öndə özünü göstərir. Yox, əgər orada qalan bir, belə deyək, əşya, belə deyək, bahalıdırsa, yaxşıdırsa, yararlıdırsa, kimsə artıq onu, belə deyək də, götürürsə özünə, özü üçün götürüb aparırsa, burada təbii ki, nə sürücünü günahlandırmaq olar, nə də ki, digər şəxslərə, amma o müsahiblərimizdən biri çox kobud şəkildə öz fikrini bildirdi mənə görə ki, ağlı olsun, yadından çıxmasın. İnsandır da, fikirli ola bilər. Min bir qayğı ilə evdən çıxır hər kəs. Ola bilsin ki, işdən çıxıb, yorğundur, unudub, insandır. Yəni, nəzərə almaq lazımdır. Mən düşünürəm ki, o yəqin ki, aqressiv şəkildə və yaxud da necəsə dönüb sürücüdən tələb edən sərnişinlərə aiddir ki, məsəl üçün, hər hansı bir əşyanı itirib, məsuliyyət təbii ki, özünündür. Bununla bərabər aqressiv şəkildə sürücüdən nəyə görə onun tapılmasını soruşanlar. Və bir məqamı da qeyd etmək istəyirəm, Anar. Məsəl üçün, restoranlarda, böyük alış-veriş mərkəzlərində, mollarda, əgər hər hansısa bir əşyamızı unuduruqsa, bunun üçün bir məntəqə fəaliyyət göstərir ki, həmin məntəqəyə müraciət edirik, həmin əşyanı təqdim edirik ki, deyək ki, bunu hansısa bir mağazadan tapmışıq, görmüşük, təqdim edirik həmin yeri və vətəndaş, əgər xatırlayanda artıq gəlir və həmin əşyasını geri götürmək kimi bir şansı olur. Bəlkə elə ictimai nəqliyyatda da bunun üçün bir tədbir görülür. Bunun üçün bir tədbir görülsün ki, itən əşyalar həmin məntəqəyə təqdim olunsun və sərnişin, vətəndaş xatırlayanda ki, hansısa bir əşyasını unudub, həmin məntəqəyə müraciət edə bilsin. Bəli, doğru qeyd etdiniz. İstənilən halda bu problemin müəyyən mənada həlli mümkün ola bilər, hörmətli tamaşaçılar. Bəs yol problemi, su çatışmazlığı, bəzi hallarda isə buna görə dəfələrlə buradan da qeyd etmişik ki, tibbi xidmətin əlçatan olmaması. Yollara görə yəqin ki, bəli, yollara görə söhbət Lerikin Barzavu kəndindən gedir, hörmətli tamaşaçılar. Bütün bu məqamlar burada həyatın yükünü, belə demək mümkünsə, 2 qat çətinləşdirir. Böyük potensial vəd edən gənclərdən bəziləri doğma torpaqlarını tərk edirlər. Qalanlar isə hər şeyə rəğmən müəyyən mənada çətinliklərə dözərək yaşamağa çalışırlar, hörmətli tamaşaçılar. Bəs yol və su probleminin həllini tapacağı ilə bağlı ümidlər varmı? Qaynar xəttə daxil olan müraciət Aygün Şirinova tərəfindən araşdırılıb. Gəlin süjetə baxaq. Yaşıllıqların qoynunda təbiətin nəfəsi ilə Lerikə doğru yol alırıq. Yaşıllıqlar diyarı sanki insanı öz sehrini alır. Dağların müşayiəti ilə Azərbaycanın ən uzun ömürlü insanların yaşadığı kəndə, Barzavya gedib çıxırıq. Çox çətinliklə də olsa. Öyrənirik ki, bənzərsiz təbiətə malik olan və Lerikin ən yüksək dağlıq ərazilərindən birində yerləşən Barzavu kəndinin problemləri birdən çox imiş. Uzun müddətdir ki, kəndin yolları asfalt üzü görmür. Demək olar ki, burada hər bir həyətdə belə avtomobilə rast gəlinir. Çünki kəndə yalnız bu cür nəqliyyat vasitəsilə qalxmaq mümkündür.
Xüsusən də qışda vəziyyət daha da acınacaqlı olur. Azca yağış, qar yağan kimi yaxınlıqdakı ərazilərə belə getmək demək olar ki, mümkünsüz olur. Hər keçən gün gənclər buranı tərk eləyir, səbəbsə bəllidir. Bizim kəndimiz hal-hazırda Sovet hökuməti dövründən unudulub, indiyə qədər heç kim bizi yada salmır. Qışda palçıq bizi məhv eləyir, yayda da toz. Cavan qalmayıb. Bir sözlə, cavanlar hamısı köçüb gedib Bakıya. Qışda ümumiyyətlə qar yağır, yol bağlanır, yəni çətin olur. Belə də ki, görürsünüz də yolu. İndi hal-hazırda qurudur, siz görürsünüz, indi yağış vaxtı siz gəlin görün. Yol bağlanır, neçə də müraciət edilir, kənd cəmiyyəti ilə sağ olsun və özümüz də pul yığıb yola açırıq çox vaxtı. Neçə də müraciət edilir, görürsünüz ki, texnik hər hansı bir başqa kəndə yönləndirirlər. Bura gəlib get satır, öz gücümüzlə bu açırıq yolu. Məktəbə gedilmirik, ayaqlarımız palçıq olur. Yayda da gözlərim mənim allergiya xəstəliyi var. Toz torpaq batır gözlərimə, göynüyür. Qışda da buz olur, yıxılıb bir yerimizi zədələyirik. Buranın yolları fəsil tanımır. Qışı ayrı dərd, yazı bir başqa dərd. Sakinlər deyir ki, əraziyə nə təcili tibbi yardım, nə də taksi belə gəlmir. Maşın olursa məcbur olurlar, piyada düşürlər. Qonşu kənddən də oradan Allah pana necə düşdülər, necə getdilər, elədir. Normal vaxtda məsələn buradan rayona 10-15 dəqiqə məsələn yoldur maşınla. Yox maşın olmadı, məcbur olur o piyada getməlidir. Piyada gedən yolda heç olmazsa saata, 1 saat yarıma gedir. Öz evimdə xəstəm oldu, mənim yadımdadır. Deyir, yol pisdir, gəlmirəm mən. Yola görə gəlmir. Təcili tibbi yardım maşını da gəlmir. Bəli, kəndin problemi nə birdir, nə də iki. Suyun olmaması da sakinlər üçün bir başqa problem yaradır. 70 yaşlı Elmira Həsənovanın da hər günü belə keçir. Xoş gəlmisiniz. Bizim kəndə necə olur, biz yada düşmüşük ay bala. Bax görürsən 70 yaşlı arvad 3 kilometrdə mən su daşıyıram əlinə. Nə suyumuz var, nə yolumuz bərbad vəziyyətdə. Hamısı dahi suyun ucubatından heç nə əkirik, heç nə də götürə bilmirik. Su həyat olsa da susuzluq kənd sakinlərinin kabusuna çevrilib. Bu kabusdan yalnız 2 yolla xilas olmaq mümkündür. Ya pul verib su almalısan, ya da bulağa getməlisən. Suyu pulla almağa imkanı çatmayan 63 yaşlı Alçagül Adınayeva isə nəvələri ilə birgə bulağa gedir. Artıq bir neçə saat keçir və budur. Sular artıq qablarda öz yerini alıb. Su yoxdur nana, yollar pis. Adam çəkirik. İndi su gətirirəm. Gündüzdə vaxtı getmişəm, indi mənə nüvət tutub su gətirirəm evə. İndi biraz quruda gedə bilirəm, yavaş-yavaş gəlirəm. Qış vaxtında qarın suyun ümidinə qalırıq, yağışının suyun ümidinə qalırıq. Belə əzab çəkirik, ay bacı. İndi mən neyim, İlyala evə çatıram. Gedim üzgünlükten yiyeyim, naharımı yiyeyim. Hanım, sağ olun. Hər bir ailənin evində mənzərə budur. Plastik su qabları və çənləri onların növbəti günə ümidlərdir. 2 dənə bulaq var bu kənddə. Biri kənddən çox uzaqdır, 10 kilometr olar. Biri də harda kəndin içində. İyun ayından sonra, iyul ayında sular quruyur. Kənd cəmiyyəti deməli ancaq maşınlarla su alırlar. Suya hər gələndə maşını 80 manata gətirir. 3 ton suyu da bir ay getmir kənddə. Yəni bu kənddə bilirsən də bu təmizliyi var, paltarı var, qabı var, yeməyi var, mal heyvanı var. Bu uşaqlar isə ümidlidirlər. Onlar səbirlə, ümidlə kəndlərindəki problemlərinin düzələcəyini gözləyirlər. Sakinlərin yol problemi ilə bağlı müraciət etdiyimiz Avtomobil Yolları Dövlət Agentliyi şad xəbəri bizimlə bölüşdü. Söz gedən avtomobil yolunda təmir ehtiyacı olan avtomobil yollarının siyahısına daxil edilib və investisiya proqramına daxil edilməsi üçün aidiyyəti üzrə təqdim olunub. İnvestisiya proqramına daxil ediləndən sonra həmin yolda da əsaslı yenidən qurma işlərinin icrası tərəfimizdən nəzərdə tutulur. O ki qaldı su məsələsinə, iri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən dedilər ki, kənddə mərkəzləşdirilmiş su təchizatı sisteminin qurulması texniki baxımdan mümkünsüzdür.
Bir ümidverici, digəri isə qəmgin xəbər aldıq süjetin sonunda. Günel, əgər yolla bağlı məsələnin çözüləcəyi ilə bağlı ümidlər varsa, bu baxımdan demək, bulaqlara heç olmasa insanlar gedə biləcək. Çünki süjetdən gördük ki, ora getmək də bir problemdir. Ancaq su ilə bağlı ümidverici açıqlama eşitmədik, təəssüf ki. Təbii ki, nəzərə alsaq, yay fəsli gəlir, yay fəslində sudan daha çox istifadə olunur. Ona görə də Barzavı kəndinin sakinlərinin vəziyyətini düşündükcə artıq onların hansı çətinliklərin gözlədiyini təxmin etmək, təsəvvür etmək heç də çətin deyil, Anar. Amma bir ümidverici xəbər bəli oldu ki, kənddə yol problemi qısa zaman ərzində öz həllini tapacaq və təbii ki, bununla bağlı da biz sujet hazırlayıb təqdim edəcəyik sizə, hörmətli tamaşaçılar. Ümumiyyətlə, Günel, regionlarda insanların daha çox qalması üçün biz həmişə müzakirələr zamanında qeyd etmişik ki, qaz, su, işıq məsələlərinin daha həssas yanaşılması çox produktiv olar, yaxşı olar. Çünki biz bundan öncəki süjetlərdən birində də müsahibin belə bir maraqlı fikrini siz özünüz qeyd etdiniz. Süjet efirə gedən zaman, bəli, 90 yaşında maraqlı bir açıqlaması var idi ki, biz kəndi şəhərə yox, şəhəri daha çox kəndə gətirməliyik. Çünki doğrudan da hər şey var, təbiət var, sünkar təbiət görürük ki, qarşımızda açılır. Lakin bununla bərabər bəzi məqamlar həmin füsunkar təbiətə də kölgə salır. Bəli, şərait qurulsun, elə olsun ki, hər kəs, necə deyərlər, öz doğma evində, yurdunda, ocağında rahat şəkildə öz gününü keçirsin. Bəli, biz istəyərik ki, ümumiyyətlə bu kimi sujetlərin, bu kimi müraciətlərin sayı az olsun. Elə bayaqdan səslənən fikirlərimiz də məhz buna görədir, hörmətli tamaşaçılar. Və qeyd edim ki, bu ümumiyyətlə su ilə bağlı problem elə nəinki bölgələrdə, rayonlarda, ucqar kəndlərdə, elə paytaxt ərazilərində də, bəzi ərazilərdə aktualdır. Məsəl üçün, deyək ki, yay fəsli gəlir və ötən yay, mən əgər bir məlumatı qeyd edim ki, ötən yay, məsəl üçün, bizim yaşadığımız ərazidə suyun verilişi elə də yaxşı deyildi. Fasilələrlə verilirdi, bəzən verildiyi vaxt suyun təzyiqi olmurdu və artıq deyim ki, son bir həftədə də axşam saatlarında və səhər saatlarında artıq suyun verilişində o fərqi hiss etmək mümkündür ki, suyun təzyiqi olmur, aşağı olur ki, isti sudan da istifadə etmək mümkün olmur. Bir sıra məsələlər var, Günel. Burada ikili yanaşmaq lazımdır məsələlərə. Bir tərəfdən təbii ki, suyun vaxtında verilməsi vətəndaşların minimal komfortu üçün vacibdir. Digər tərəfdən artıq son dönəmlərdə dünyada su ilə bağlı olan qıtlıq məsələləri, digər məqamlar da vətəndaşların özləri tərəfindən də nəzərə alınmalıdır ki, hər hansı bir yerdə kran axırsa, demək mənim qonşum və yaxud da mənim dostum, qohumum, digər vətəndaş həmin an məhz buna görə susuz qalır. Bəli, bundan öncəki buraxılışlarımızda xatırlayırsınızsa, Anar, bir sujetimiz olmuşdu ki, həmin ərazidə ümumiyyətlə baxmayaraq ki, kran qoyulub vətəndaşların istifadəsi üçün. Oradan sudan istifadə edən adamlar daha sonra özlərindən sonra kranı bağlamırlar. Bu da təbii ki, su itkisinə gətirib çıxardır. Bu da təbii ki, qıtlığa gətirib çıxardır. Narahat verici məqamlardandır. Bu kimi məsələlərdə, bəli, elə biz vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Bəli, ki, hər birimiz diqqətli olmalıyıq. Diqqətdən söz düşmüşkən sahibsiz itlər. Son zamanlar bəzilərimiz üçün mərhəmət, bəziləri üçünsə qorxu simvoluna çevrilib deyə bilərik. Abşeronun Şəfəq qəsəbəsində son günlər bu mövzu xüsusilə gündəmdədir, hörmətli tamaşaçılar. Bəli, qəsəbə sakinləri gecə saatlarında, hörmətli tamaşaçılar, dəstə halında dolaşan itlərə görə narahatdırlar, narahatlıqlarını bildirirlər. Valideynlər uşaqları məktəbə hətta tək buraxa bilmədiklərini deyirlər. Bəziləri isə artıq həyətdə gəzməyə belə çəkinirlər. Görəsən, problemin uzun müddətli həlli nə ola bilər? Ətraflı Aysel Əliyevan süjetində.
Abşeron rayonunun Şəfəq qəsəbəsində sahibsiz itlərin sayı getdikcə artır. Sakinlər deyir ki, gecə saatlarında dəstə halında küçələrdə toplaşan bu heyvanlar artıq təkcə narahatlıq yox, real təhlükə mənbəyinə çevrilib. Valideynlər uşaqlarını məktəbə və ya oynamağa tək buraxa bilmir. Dəfələrlə edilən şikayətlərə baxmayaraq, problem tam həllini tapmayıb. Qəsəbə sakinləri həm təhlükədən, həm də cavabsız qalan çağırışlardan narazıdır. Uşaqlara hücum edirlər. Yəni bir neçə dəfələrində də bu hadisələr olub burada. Hal-hazırda da bu dəqiqə o tərəfdə maşınlar var. Yəni maşınların altında da yatıblar. İndi istidir deyənə yoxdular, amma axşam vaxtları həddindən artıq çox olur bu heyvanlar burada. Vallahi 3-4 dəfə şikayət eləmişik. Bir dəfə gəliblər, mən 3-4 dənəsini aparıblar. Yenə də bu yaxınlarda fermalar çoxdur. O fermalardan çıxıb gəlirlər, yəni də azdırırlar, yəni də bilmirəm də, indi heyvandır. Açıq yerlər çoxdur burada, hər tərəfə açıqdır, çöllüydür. Başa düşürük heyvandır, yəni ki, necə elə yardım. Vallahi yemək də edirik, daha da çoxalırlar. Mən o səsə ayıldım ki, itlər bir də ki, bir qadının iniltisinə. Balkondan çıxdım, balkona baxdım, mənim evim o yana baxır, üzü o yana baxır, yola baxır, avtobus altdan keçir. Baxdım ki, bir qadını 6-7 it salıb ayağının altına, yəni ki, şeydir. Mən elə balkondan paşot eləyirəm, gedirlər dala, yəni cumurlar arvadın üstünə, arvad da sumka ilə vırır. Sonra gördüm ki, aşağıdan bir kişi gəlir, o da avtobus gözləyirmiş, biraz qabaqdan. Qaça-qaça gəldi, qovdu itləri. Kiçik yaşlı uşaqlar nə məktəbə gedə bilirlər, nə bağçaya gedə bilirlər. Qorxudan. Şəxsən mənim öz-özümə hücum eləyib it. Bir Allah şahid yerdə daş olmasaydı, yəni məni tutardı o it. Gətirib yəsiz itlərdi, buraxırlar bura. Cəmaət uşağı məktəbə gedə bilmir, gələ bilmir. Böyük insanlara hücum eləyir, nəinki balaca uşaqlara. Biz uşaqlar çölə çıxarda bilmirik, itlərin əlindən dəhşət çoxalıbdır itlər. Günü-gündən də balalayır. Bir dəfəm gəlib hətta yığışdırdılar, amma yenə də mümkün deyil də. Yekə itlərdir, hürür uşaqların üstünə. Hətta bağçanın həyətinə belə girir itlər, hürürlər uşaqları, narahat edirlər. Uşaqlar tək çölə buraxa bilmirik, bütün gün gələk yanında olaq. Gecənin səsindən yatmaq olmur. Yəni itləri yığsınlar, öldürməsinlər. Sadəcə olaraq heç olmasa onlar üçün bir sığınacaq olsun ki, bu itlər də buradan geçsin, ac olmasınlar, qarınları tox olsun. Səhər durub idman eləmək istəyirəm uşaqlarımla, həyətdə qaçış eləmək istəyirəm. Yəni mümkünatı yoxdur. İtlərə görə qorxuram. Yəni uşaqlarımla düşərəm, it cumar, mən nə edərəm, mənə cumar. Yəni bununla bağlı bir tədbir görsünlər də, yəni çox xahiş edirik. Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirildi ki, İcra Hakimiyyətinin müraciəti əsasında sahibsiz itlərə qayğı mərkəzləri tərəfindən rayon ərazisində olan sakinlər üçün təhlükəli ola biləcək sahibsiz itlər parklardan, küçə və prospektlərdən yığılıb. Sahibsiz itlərin tutulması sivil qaydada onları incitmədən həyata keçirilib və xüsusi avtomobillərlə qayğı mərkəzinə daşınıb. Hazırda bu işlər davam etdirilməkdədir. Yazılı açıqlamada o da qeyd olunub ki, Abşeron rayonunda sahibsiz heyvanlar üçün qayğı mərkəzinin yaradılması istiqamətində işlər aparılır. Həmin işlər hazırda sənədləşmə mərhələsindədir. Hörmətli tamaşaçılar, süjet efirə gedərkən mən də həmkarım Günel Davudla müəyyən müzakirələr apardıq ki, bir sıra hallarda elə bir itlər var ki, qulaqlarında xüsusi sırğalar Bilka kimi tanıdığımız, bəli. Bilka kimi tanınır və bu kimi hallarda görürük ki, həmin itlərin vətəndaşlarla, insanlarla, uşaqlarla heç bir işi yoxdur. Aqressiv olmurlar. Qətiyyən aqressiv Mən elə olmurlar. özümün qarşılaşdığım bir məqamı demək istəyirəm, bir şahid olduğum bir halı demək istəyirəm, Anar. Masazır qəsəbəsində, bəli, Masazırda idi, bir kompleksdə idi ki, orada və böyük bir həyətdir, söhbətgahlar salınıb, uşaqlar üçün oyun meydançalarıdır və sizə deyim ki, həmin ərazidə itlər də var və itlərin hamısının qulağında Anarın qeyd etdiyi kimi sırğa, hamımızın bildiyi o bilkalardan var idi və itlər heç bir halda uşaqlara hücum etmirdilər, uşaqlar da tam rahat özləri üçün əylənirdilər, oynayırdılar, valideynlər də narahat deyildi. Yəni, bu mənzərə onu deməyə əsas verir ki, həmin itlərlə bağlı da, sujetdə yəni izlədiyimiz sahibsiz itlərlə bağlı da müəyyən bir tədbirlər görülməlidir. Düzdür, sığınacaqlar var, bəlkə o sığınacaqların sayı artırılmalıdır. Onlara çünki vaxtı-vaxtında peyvəndlər olunmalıdır, onlar da qidalanmalıdırlar ki, ac olub, aqressivləşib, bəli, uşaqlara, insanlara hücum etməsinlər. Təbii ki, burada da bəzi
bəzi açıq suallar var. Bəziləri isə çox tez-tez xəstələnir, deyə aqressivləşir, elə məqamlar da var. Bəli, bu kimi məqamlar üçün bəlkə də həmin o sığınacaqların sayı artırılmalıdır və həmin itlər, həmin heyvanlar vaxtı-vaxtında peyvənd olunmalıdır. Onların da qulağına həmin o Anarın xüsusi sırğalar, bilka kimi tanıdığımız xüsusi sırğalar olmalıdır. Günel, amma xəstəliklərdən söz açdıq. Bir xəstəlik də var ki, hörmətli tamaşaçılar, yəni ki, siz də razılaşarsınız. Bəli. Həmin xəstəlik çox geniş yayılıb və sağalması da deyəsən mümkün deyil. Əgər təxmin edirsinizsə, Günel, buyurun açıqlayın. Bəli, hörmətli tamaşaçılar, süni intellekt az öncə biz qeyd etmişdik, buraxılışımızın əvvəlində qeyd etmişdik ki, bəli, bugün heç də xoş olmayan bir görüntünü görürük, bir mətnlər eşidirik. Bəli, söhbət sosial şəbəkələrdə tez-tez qarşımıza çıxan süni intellektlə hazırlanmış videolardan gedir və bu videolardan narazı qalanlarsa əsasən yaşlı nəslin nümayəndələridir. Çünki videoların əksəriyyətində səsləndirilən personajlar yaşlılardır. Son dönəmlərdə Günel, mən də rast gəlmişəm həmin videolara. Doğrudan da heç də xoş olmayan bir mənzərədir. Qeyri-etik ifadələrlə yadda qalan bu məzmunlar təbii ki, əhali arasında narazılıq yaradır. Bu, haqlı olaraq xeyli sualları da özü ilə bərabər gətirmiş olur. Bəli, görəsən biz süni intellektlə davranış qaydalarını ümumiyyətlə mənimsəmişikmi? Hansı məzmun daha etibarlı, yadda qalan və maarifləndiricidir? Görək əməkdaşımız Jalə Mirzəyeva bu məsələyə hansı şəkildə yanaşıb, araşdırıb bir qeyd edir? Mütləq özümüz də müzakirə edərik. Təbii ki. Salam, mən hazırda İstanbuldayam. Tarix, şəhər səsləri, hər küncdə bir həyat var. Yəni, görünən budur. Amma əslində isə mən İstanbulda deyiləm. Bu video isə süni intellektlə düzəldilib. Qalatada arxadakı insanlar da süni intellektin yaratdığıdır. Amma məsələ burasındadır ki, bu texnologiyadan müsbət və mənfi niyyətlə istifadə oluna bilər. Son günlərdə isə sosial şəbəkələrdə yaşlı insanlar, nənə və babaların siması ilə yayılan saxta, qeyri-etik videolar ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Nənə, sən süni intellektsən? Hə, mən süni intellektəm. Bunu sübut edə bilərsən? Böyüklərimizə, ağsaqqal, ağbirçəklərə hörmətlə yanaşmışıq. Onlar da yəni bizə örnəkdilər. Ona görə bu sosial mediada, sosial şəbəkələrdə bu cür videolara pis baxıram. Kaş heç bu olmayaydı bu süni intellekt. Çünki biz o düzünü qoyub, o tərsinəni başa düşürük bütün məsələlərdə. Və çox təəssüf eləyirəm, mən indi baxdım o kadrlara. Axı bizim nənələr, mən özüm indi ulu babayam. Mən ulu baba nəticəmə nə öyrətməliyəm? Orada deyilənləri, axı ayıbdır. Bizim milli mənəvi dəyərlərimizə belə şeylər xas deyil. Bu süni intellektdə təyinatına uyğun istifadə etmək lazımdır. Belə şeylərə görə yox. Doğru deyil məncə, çünki böyüklərə qarşı hörmətsizlikdir. Yəni onun yerinə sizin kimi məsələn reportajlar aparıb, yəni insanlardan, böyüklərdən soruşa bilərlər. Yəni bu maraq doğuran bir xəbər olsa da, lakin yəni böyüklər üçün hörmətsizlikdir məncə, yəni doğru deyil. Süni intellekt qanunla daha yaxşı məqsədlər üçün istifadə olunmalıdır. Misal üçün hər hansısa bir mağazanın, hər hansısa bir şirkətin reklamı ilə bağlı istifadə olunmalıdır. Misal üçün biz özümüz də hal-hazırda bizneslə məşğul oluruq. Biz də səhifələrimizdə paylaşım edirik o barədə. Amma yəni bu vəziyyətdə istifadə olunması o dərəcədə də qanuni və etik deyil. Yəni milli dəyərlərimizi aşağıya salırlar. Mütəxəssislər isə hesab edir ki, sosial şəbəkələrdə süni intellektdən məsuliyyətsiz və etik normalara əməl etmədən istifadə edənlər Azərbaycanın milli mənəvi və əxlaqi dəyərlərinə zərər vurur. Sosial şəbəkə üzərindən, rəqəmsal texnologiyadan, İKT-dən, süni intellektdən istifadə edən bəzi məsuliyyətsiz istifadəçilər var ki, Azərbaycanın milli mənəvi əxlaqi dəyərlərini aşındırıcı təsir göstərən paylaşımlar eləyir. Azərbaycan arxetipləri, özəlliklə də ağsaqqal və ağbirçək arxetiplərini zədələyir, yəni gözdən salmağa çalışır, aşağılamağa çalışır. Halbuki bu bizim milli mənəvi dəyərlərimizə, mental dəyərlərimizə, arxetiplərimizə taban-tabana zidd olan bir addımdır və istifadəçilərin bəzilərinə elə gəlir ki, onları bu hərəkətlərə görə heç bir hüquqi məsuliyyət gözləmir və nədənsə onlara elə gəlir ki, sosial şəbəkələr bir boz zonadır və istədiyini edə bilərlər. Ancaq onlar
unutmamalıdır ki, məhz sosial şəbəkə üzərindən hüquqa zidd və əxlaqa zidd davranışlar və sarı paylaşımlar, hüquqa zidd paylaşımlar edən, Azərbaycanın mənəvi əxlaqi dəyərlərinə dağıdıcı təsir göstərən, ailə dəyərlərinə aşındırıcı təsir göstərən paylaşımlar edən istifadəçilər hüquq mühafizə orqanları tərəfindən hüquqi məsuliyyət daşıyırlar. Əslində süni intellekt faydalı və maarifləndirici kontentlər yaratmaqda böyük potensiala malikdir. Məsələn, dahi şəxsiyyətlərimizin həyatını və ideyalarını geniş auditoriyaya çatdırmaq üçün istifadə edilə bilər. Yumor və maraqlı faktlarla zənginləşdirilmiş belə videolar tarixi şəxsiyyətləri daha canlı təqdim edir və gənc nəsildə milli irsə marağı artırır. Süni intellekt yeni bir sahədir və dünya üzrə bunun hələ bir etik normaları müəyyən edilməyib. Amma bu o demək deyil ki, biz gözümüzü bağlayaraq bundan istifadə etməliyik. Hamı bilir ki, qeyri-etik formada istifadə etmək və bunu sosial medialarda böyük bir auditoriyaya paylaşmaq gənc nəslə də pis təsir edə bilir. Çünki bu sosial medialarda məktəblilər də oturur, yaşlı insanlar da oturur. Bizə əsasən çox maraqlı isteklər gəlir. Öz yaxınları üçün videolar hazırlamaq istəyən təbriklər və ya uşaqlıq şəkillərini valideynlər öz uşaqlarını gələcəkdə hansısa bir peşənin sahibi görmək istəyirlər və onun videosunu istəyirlər. Əksinə olur ki, daha yaşlı nəsil öz şəkillərini göndərərək cavan şəkillərini istəyirlər. Belə videoların ərsəyə gəlməsi isə diqqət və vaxt tələb edir. Müxtəlif süni intellekt alətlərindən istifadə edirik. Bu bizim, baxır, əgər o videoda səs varsa, sadəcə görüntü və yaxud da ssenari olaraq bir şey varsa, müxtəlif süni intellekt alətlərindən istifadə edilir. İlk öncə ssenari qurulur, videonun mövzusu müəyyənləşdirilir. Daha sonra həmin videonun şəkilləri hazırlanır və həmin şəkillər üzərinə də videolar hazırlanır. Təbii ki, şəklin yaradılması üçün bizə bir qədər vaxt çox sərf edirik. Müxtəlif detallara, incə detallara qədər fikir veririk ki, insanların üzləri olsun, etdikləri hərəkət olsun, süni intellekt onu tam olaraq yerinə yetirə bilmir. Bunun üstündə günlərlə, bəzən həftələrlə çalışmalı oluruq və daha sonra şəkil hər şey okeydirsə, bu video prosesi başlanır. Video prosesdə şəkildən asılı olaraq uzunluğu dəyişir. Bəzən bir videonun hazırlanmasına 1 saat, bəzən 1 gün sərf edə bilirik. İstər süni intellekt, istər başqa yenilik olsun, əsas məsələ ondan düzgün və etik normalara uyğun istifadə etməkdir. Yalnız belə olduqda bu yeniliklər bizim həyatımızı zənginləşdirə bilər. Günel, bəzi hallarda bu yaşlılar, nənələrimiz, babalarımızla bağlı o çəkilən videoroliklərə gülməlidir deyə yumorla yanaşanlar var. Mən sual etmək istəyirəm, bunu nəyə gülməlidir? Ümumiyyətlə, ona gülən varmı? Şuurlu insan buna gülərmi? Yəni, suallar çoxdur həqiqətən. Bəli, suallar çoxdur və mənim düşüncəmə görə, Anar, bu sujet bir həyəcan təbilidir. Burada gördüyümüz videolar bir həyəcan təbilidir. Bunun da təməli sosial şəbəkələrdə hələ süni intellektə qədər, Anar, bəzi şəxslərin elə sosial şəbəkələrdə öz nənələri ilə olsun, valideynləri ilə olsun, zarafatlarından başlayır. Hər şeyin təməlində bir məqam durur. Düşünürəm ki, bu kimi videoların hazırlanmasında, təqdim olunmasında da, məhz belə deyək də, 1-2 il öncə, bundan öncə hazırlanmışdır. Həmin o videolar idi, həmin o roliklər idi. Məsəl üçün, çıxırlar, müəyyən bir videolar hazırlayırlar öz nənələri ilə. Yəqin ki, bu sizin də qarşınıza çıxıb. Müəyyən bir baxış sayı toplayır, oradan bir özünün qazancı olur. Bəli, nəticə nədir? Nəticə nədir? Yəqin ki, orada yazılan kommentariyaları özünüz oxuyursunuz. Elə oradan nəticə çıxartmaq lazımdır. Həmin o şərhlərdən nəticə çıxartmaq lazımdır. Və bugün, belə deyək də, bir nənədən, babadan hazırlanan video sabah bir ailənin xanımından, uşağından, belə deyək, ailə başçısından hazırlana bilər və həmin ailənin dağılmasına gətirib çıxarda bilər. Bəli, bir çox xoşa gəlməz hallara gətirib çıxarda bilər. Qarşısını almaq
bəlkə də mümkün deyil, bəlkə də mümkündür. Amma bununla bağlı bir tədbir görülməlidir. Təbii ki, çətin prosesdir. Amma bununla bağlı bəli, bir tədbir görülməlidir. Və hörmətli tamaşaçılar, buraxılışımızın əvvəlində qeyd etdik ki, Xırdalan şəhərində Fikrət Əhmədov küçəsində yanğın hadisəsi baş verib. Əməkdaşımız Sərxan Abbasəliyev hazırda həmin ərazidədir və daha ətraflı məlumatı ondan alacağıq. Sərxan, hər vaxtınız xeyirli olsun. Buyurun Sərxan, siz efirdəsiniz artıq. Ən son məlumatları çatdırın bizə. Buyurun. Salam Günel, salam anar, hər vaxtınız xeyir. Bəli, elə sizin də qeyd etdiyiniz kimi təxminən bir neçə dəqiqə bundan əvvəl Xırdalan şəhərində Fikrət Əmirov küçəsində yaşayış evlərində yanğın olması ilə bağlı xəbər çıxdı. Biz də elə o xəbəri aldıqdan sonra dərhal əraziyə gəldik və elə hazırda yanğının baş verdiyi ərazidəyik. İlkin məlumatlara görə Fikrət Əmirov küçəsində yerləşən yaşayış evlərindən birində yanğın başlayıb və havanın da temperaturunun isti olması ilə və eyni zamanda buradakı evlərin də siz elə kadrlardan aydın görürsünüz ki, tikilən evlər, həyət evləri bir-birinə kifayət qədər yaxındılar və bu yaxınlıq səbəbindən də elə yanğın qısa müddətdə digər mənzillərə də keçib və təxminən dəqiq məlumat yoxdur, amma təxmini məlumatlara görə ondan artıq evdə burada yanğın nəticəsində evə zərər dəyib və hazırda elə siz yanğının söndürülmə prosesində görürsünüz ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidədirlər və yanğının söndürülməsi istiqamətində, məhdudlaşdırılması istiqamətində təxirə salınmaz tədbirlər görürlər. Kadrlardan aydın görünür ki, artıq bir çox ev, yaşayış evi demək olar ki, tamamilə yararsız vəziyyətə düşüb. İrəliyən dəqiqələrdə biz Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından daha ətraflı məlumatlar alacaq. Yanğının baş vermə səbəbləri və nə qədər evə zərər dəydiyi ilə bağlı məlumatlar alacaq. Bir vacib məsələni sizin diqqətinizə çatdırım ki, görürsünüz ki, hazırda Fövqəladə Hallar Nazirliyinin yanğını söndürən avtomobilləri bu hissədə dayanıb, amma yanğın bu küçənin digər hissəsində də var. Yəni, arxa tərəfdə də yanğın da bir neçə mənzildə, yaşayış evində yanğın var. Lakin həmin hissəyə avtomobillər girə bilmirlər. Yəni, o küçədə avtomobilin hərəkət etməsi üçün kifayət qədər geniş bir ərazi olmadığı üçün məcbur qalırlar yanğın söndürənlər buradan bu qoşduqları borular vasitəsilə digər hissədəki yanğını söndürsünlər. Hazırda da siz görürsünüz, bir çox borular digər hissədəki yanğının söndürülməsi üçün mənzillərin üstündən, anar xahiş edirəm o hissəni göstərək, baxın, mənzilin üstündən boru keçirilir və arxa tərəfdəki yanğının söndürülməsinə çalışılır. Elə hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dayanmadan öz işlərini davam etdirirlər. Eyni zamanda ərazidə təhlükəsizlik tədbirləri görülməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin əməkdaşları da, yəni polislər də əraziyə cəlb olunublar. Bu hissədə mənzili yanan şəxslərdən də bir neçəsi hazırda ərazidədirlər. Həmin şəxslər də, belə deyək, bu acı mənzərənin şahidi olurlar. Onlar bu yanğın prosesini kənardan izləyirlər. Və bizim yanğınla bağlı çatdıracağımız məlumatlar, əlimizdə olan informasiyalar hələ ki bu qədər idi. Lakin irəliləyən dəqiqələrdə biz digər efirlərimiz vasitəsilə də ətraflı məlumatları, ən son məlumatları alaraq sizlərlə bölüşəcəyik. Təşəkkür edirik Sərxan ətraflı məlumat üçün. Hörmətli tamaşaçılar, Sərxan bildirdi ki, bir evdə baş verən yanğın nəticəsində ondan çox evə təsir edir. Müzakirə etdiyimiz məsələlər təzədən gündəmə gəlir. Bəli, müzakirə etdiyimiz məsələlər gündəmə gəlir. Burada da məhəllə daxili yolların dar olması, gördüyünüz kimi yanğın söndürən maşının həmin əraziyə girə bilməməsinə, daxil ola bilməməsinə səbəb olub. Bəlkə də həmin yollar bir qədər geniş olsaydı, heç ondan artıq evə də zərər dəyməyəcəkdi. Və Sərxan qeyd etdi ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının fikirlərini alacaq, yanğın əsasən nədən baş verib və təbii ki, bizim proqramımız hazırda yekunlaşmaq üzrədir və qeyd edim ki, bizim proqramımız yekunlaşsa da İTV Xəbər bir neçə dəqiqədən sonra efirdə olacaq, hörmətli tamaşaçılar. Daha ətraflı məlumatı təbii ki, İTV Xəbərdən də əldə edə bilərsiniz. Bir məqamda qeyd etmək istəyirəm. Operatorumuz Anar Ağazadə də çox gözəl şəkildə həmin o digər küçəni də göstərə bildi və biz gördük ki, biz daima müzakirələr zamanı vurğulayırdıq ki, həm paytaxtımızda tikilən binalar hər zaman bəzi kriteriyalara uyğun olmalı ki, bu kimi halları təbii ki, heç kəs istəmir ki, olsun. Lakin olur və olacağı təqdirdə
daha az zərərlə çıxmaq üçün doğrudan da müəyyən qaydalara riayət etmək lazımdır. Günel, bizim uşaq əməyi ilə bağlı olan müzakirə mövzumuz da var idi və studiyamızın eksperti ilə bu məsələləri müzakirə etməlidik, lakin... Bəli, lakin qeyd edək ki, təbii ki, Bakı tıxaclar şəhəridir. Ola bilsin ki, bizim studiyamızın qonağı məsələ tıxaclar səbəbindən gələ bilmədi. Canlı yayımdır. Bildiyiniz kimi canlı yayımda da bu kimi halları olur. Və qeyd edək ki, hörmətli tamaşaçılar, biz çalışacağıq ki, Şəbnəm Cəfərovanı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşını növbəti proqramlarımıza dəvət edək və bununla bağlı daha ətraflı məlumatı elə onun özündən eşidəsiniz və günün sualı ilə sizə Hələliksə əlimizdə nəticələr var. Uşaqların hansı yaşdan sonra işləməsini doğru hesab edirsiniz? Qeyd edək ki, 15 yaşdan yuxarı deyənlər 28%, 18 yaşından deyənlər 53% təşkil edir və heç vaxt deyənlərsə 19% təşkil edir. Maraqlı nəticələrdir. Burada məqam ondan ibarətdir ki, 53% gözlənilən idi. Lakin bəzi hallarda mənim başqa bir sualım var ki, artıq ekranda da hörmətli tamaşaçılarımız bu nəticələri görüb. Bəzi suallarım var ki, mən düşünürəm ki, onları sizə də verə bilərəm və sizin fikriniz də mənim üçün olduqca önəmlidir. Qısa olsun. Qısa olacaq. Bəzi hallarda məcburiyyətdən valideynlər uşaqların işləməsinə razılıq verir. Çünki valideyn hər hansı bir səbəbdən, xəstə olduğuna görə, fiziki məhdudiyyətli olduğuna görə işləyə bilmir. Bu zaman onun imdadına uşaq yetişir və belə olur ki, 15 yaşdan da aşağı işləməli mümkün. Digər bir məqam da var ki, boşanma hallarında bilirsiniz ki, anar aliment 18 yaşına qədər ödənilir və 18 yaşından sonra həmin uşaq neynəməlidir? Bir şəkildə ailəsinə dəstək olmalıdır, valideyninə dəstək olmalıdır. Bu kimi hallarda da işlərin də kriteriyalaşması lazımdır. Bəli, işləməsi vacibiyyata çevrilir əslində. Belə deyək, əslində mövzu çox maraqlı mövzudur və müzakirəyə açıq mövzudur və qurumun nümayəndəsinin suallarını cavablandıracağı bir mövzudur ki, hər birimiz üçün təbii ki, maraqlıdır. Belə hörmətli tamaşaçılar, çalışacağıq ki, növbəti buraxılışlarımızın birində əlaqədar qurumdan nümayəndə dəvət edək. Ümumiyyətlə, biz xəbərimiz var da çalışırıq ki, gündəmin nəbzini tutaq və elə o mövzularla sizə müraciət edək, hörmətli tamaşaçılar. Belə, daha bir xəbərimiz var proqramının sonuna çatdıq. Sabah üçün həmkarlarımız sizi gözləyir. Bəli, xəbərimiz var, izləməyi nəzərdən qaçırmayın. Çünki sabah üçün də çox maraqlı mövzularımız olacaq. Qaynar xəttimizə gələn mövzularımız olacaq. Onların araşdırması olacaq ki, Aysel və Aydın sizə təqdim edəcəklər. Gündəmiz həmişə kimi bol olacaq. Bizi izlədiyiniz üçün sizə təşəkkür edirik. Sağ olun.